Herkese yepyeni videodan salam dostlar. 2026 bölüm 5'in ilk yepyeni videosundan salam dostlar. Kanalıma abone olmağı, like atmağı unutmayın dostlar. Bugün sizlerle birlikte Minecraft'ta özümüze yepyeni bir ahır düzeldirik dostlar. Bu hissələri tam videodan əvvəl biraz düzəltmişdim. Sadəcə videoları bayağıdan videoya başlanğıc verirəm. Sadəcə biraz kəsintilər verir. Ona görə bu hissəsinə qədər göstərə bildim. Axırda videonun axırında dadım alınmaq istəsəz, bu ahırın düzəldilməsi haqqında ayrı bir videoda düzəldə bilərəm. Yəni sizin istəkləriniz üzərinə. İndi baxaq görək. Burada indi bir dənə də təbəqə atacağam. İndi bu hissə belə olsa, bu hissə belə gəlsə, nə etmişdim mən? 1 2 3 bax. Buradan qalxışdısa, indi bir eləyək də. Eyni şeyləri eləməyə çalışacağam. Bax bu gəldi, bax. Tam belə. İndi biz bundan bir təbəqə aşağıdayıq. Bununla bu bərabər olmalıdır. Bu bərabər olmalıdır. Bu belə gəlməlidir. Ondan sonra bunlar da belə gəlməlidir. Yox, bu bir təbəqə də məncə artmalıdır. Baxaq görək belə eləyəndə nə olur. Ya da belə əvvəl görünüşünü verək. Baxaq görək nə edə bilərik. Dostlar 125 abunə olmuşuq. Çox sağ olun. Abunə olan hər kəsə təşəkkürlərimi bildirirəm. Abunə olduqdan sonra bildirimləri açaraq mənə daha çox dəstək verə bilərsiniz dostlar. İndi bu hissə gəlsin belə, bu hissə gəlsin belə, belə gəlsin, belə gəlsin, belə gəlsin. Burada ilk olaraq nə edib? Əslində betondan eləyəcəkdim. Beton biraz rəng çatışmamazlığı var idi, yəni rəng tapa bilmirdim. Ona görə onun əvəzinə bundan düzəltmə fikrim gəldi. Odun həm də asan tapılır. İstəsək də yandırıb yenisini tikə bilərik, yəni problem olmur. İndi baxaq görək. Ətrafda belə bir bir dəfə də yuxarı çıxacağam. Desəm bir mərtəbədə biraz da yuxarı qaldıracağam. Biraz belə ətrafı belə görünsün. Çitlərlə qoyacağım indi birazdan. Biraz da qalxacağım yuxarı. Bir dənə bu qıraq hissəsini eləyim. Bu hissələri belə tam tamamlayayım. İndi bu hissəni belə tam qalxaq. Vəsiyo. Belə daha bərk olacaq. Belə 2 dəfə də eləsəm yəni də. Nəsə yıldırım düşən vaxtı aşağı biraz gec hərəkət edə bilər. İndi baxaq görək bunu tamamlayaq. Həm də lazım olsa mənə odunlar. Üstdən bir tərəfdən qıra bilərəm. Yəni 2x odun lazım olacaq mənə. Mənə daha lazımdır. Həmçinin onsuz da 5.64'lük odun qırmışam. Yəni odun o qədər də ehtiyacımız yoxdur hələlik. Görün bir dəqiqə. Buradan qaldıraq. Bax, buradan bir təbəqə belə qalxsın. Bu təbəqə qalxandan sonra bu təbəqə də belə qalxsın. Bu təbəqə 2 addımdıq. Baxın görün 3'lü geçən burada. 3'lü. 3 görünəcək belə olmaz sonra. Aslında bunların hamısı mənə lazım olacaq. Ona görə hamısını belə hazırlayacağım. Yer torpağı olaraq qalacaq. Onsuz da oraya heyvanları salacağım. Bu hissəni hazırladım. Ondan sonra o hissəsini belə tam eləyəcəm. İçəri açıldı hələlik. İçəridə rəfah bir görüntü var. İçəri biraz geniş görünür. Geniş görünəndən sonra buralara belə incə bir dənə tabanlar atın. İndi bunların olması biraz çətindir, amma yenə də eləməyə çalışacağam. İnşallah o hissələri daha yaxşı eləyə bilərəm. İndi buradan bir bacara bildiyim qədər neçə dənə eləyəcəm? 66 dənə eləyəcəm desəm. 66 dənə eləyə bilərəm. Bunu belə götürək. Bu da belə qalsın. Bacara bildiyim qədər o hissəni belə tam gözəlləşdireyim. Bu hissə olsun. Bu hissə belə gəlsin. İndi o hissə tamamlanandan sonra həmçində belə yuxarıda biraz ərazi boşluğu qalır. Yuxarı gedib mən əşya sandığı falan qoya bilərəm. İndi bu hissəni belə görüntü almaq üçün belə biraz içəriləri belə boş göstərəcəm.
Bir dəqiqə. Onu biraz səhv qoydum. Bir də onu düzəldim tez. Baxaq görək. Hə. Yenə səhv qoydum. Bu düzəldi. Aha, bunu da düzəldək. İkili olmasın, belə ikili. Hoppa, bunu hazırladık. Bu hissəni belə də qutarım. Aha, qutardı. İndi yuxarı indi birazdan çıxış eləyəcəm. Tez bir dənə, onsuz da buradan heyvanlar çıxam lazım. İndi gedəcəm biraz ətrafı nəydi bağlamaq üçün. Bacara bildiyim qədər bütün odunlardan istifadə edeyim. 1.64 rahat odunum olur onsuz da. Çitlərin də olmalıdır mən 1-2 dənə. Yoxsa da yenə çit hazırlayaq. Hə, bir dənə bundan hazırlayaq. Ya da 2 dənə hazırlamalıyam deyəsən. Biraz yuxarıya çıxmaq üçün lazım olacaq mənə. Yəni, indi ehtiyatla eləməliyəm ki. İndi bu hissəyə qalxandan sonra mənə biraz işıq lazım olacaq. Hələlik bu hissə qalsın belə. Bu hissədən belə çölə çıxış nəydi, hissələri hazırlamaq fikrim var. Onsuz da indi bu hissələri də belə hazırlayaq. İndi bu hissələri də yəni belə hazırlayandan sonra baxaq görək nə qədər odunum var. Bunları da götürək. Biraz belə, biraz da belə görüntü gəlsin. İndi biraz da tam yuxarını belə, biraz da içərdən qoy, biraz da yəni belə görünsün. Həm işıq gələcək onsuz da altdan, həm də belə. Belə eləyəndə içərdən də ətrafı daha da genişlətdik. Bir dəfə də qıra bilərik, onsuz da yuxarını genişlədə bilərik, yəni problem deyil biz üçün. İndi burada da belə eləyəcəm. Çitlərlə qoyacam belə, çitlərlə bağlayacam ətrafını. Həm də günəş işığı qəbul edəcək. İndi hava soyuq olmadan əvvəl, yəni qaranlıq olmadan əvvəl tez bir dəqiqə hazırlamalıyam. Haradadır bu səncə? Hə. Bacara bildiyim qədər çit edeyim, onsuz da ağırdan, onsuz da bunlardan istifadə edəcəyik. Baxaq görək. Dostlar, hər bölümdə nəydə əziyyət verirəm. İnşallah nəydə əziyyətimi abunə olaraq like ataraq məni dəstəkləyə bilərsiniz qarşılığını. Abunə olanlara son videolarımızda da abunələrimizin sayı artmağa başladı. 125 abunə olduq. Yəni 1000-in 8-də 1 hissəsində öz hədəfimizin 8-də 1 hissəsini ulaşdıq dostlar. Umarım qısa bir zaman ərzində o 8-də 1 hissəni də tez bir zamanda qutararıq. 8-də 7 hissəni də tez bir zamanda qutararıq. Bir dəqiqə bu hissəni də tez düzəldim. Aha, bu hissədə qutardı. İndi gedim burada. İndi atlar, heyvanları burada saxlayacağım. Belə görüntüsü yaxşıdır. Sağ olun dostlar. Sonradan da biraz belə görünür. Sağ olun dostlar. Gələn videolarda görüşənədək. Kanalıma abunə olmağı, like atmağı unutmayın.